Ay Sibil, Nə olub? Aloma qayıdıb. Öz aramızdır, babat görünür. Mən batdım. Piç eləyir ki, Aloma elə bilir Kiridi onun öldürdüyünü mən xəbər vermişəm. Karserə onu güya mən göndərmişəm. Zibilə düşmüsən ki. Addımla marş! Yerinde daya! Kameralara! Qulaq as. Mən sənin bütün keyfiyyətlərini yazmışam. Siyahını 2 dəfə nəzərdən keçirmişəm. Sənin belə açıq danışmağın əslində çox xoşuma gəlir. Mən hər gün yalnız bir şey arzulayıram. Səni qucaqlamağı, öpməyi və bir də sığallamağı. Çünki bilirəm ki, bu dediyim kimi olanda hiss eləyəcəm ki, həyatımın mənasını tapmışam. Deyəsən onun yaşı 25-dən çoxdur, Hə. Detroit qızları tez yetişirlər. hə? Ya da bunlar 10 il bundan əvvəlki şəkillərdir. Onun yanında heç Milli Bobeki də yadıma düşməyəcək. Hərçənd Millini unutmaq çox çətindir. Onun tərəfini saxlamasaydın, indi burada deyildin. Hə, oğlanın çənəsini vurub sındırmasaydın, sevgini tapmayacaqdın. Səsini kəs. Hey Nick, bəs birdən o səni görsə və birdən məlum olsa ki, ona uyğun deyilsən, yəni fiziki mənada, birdən onun zövqüncə olmasan, onda necə, hə? Biz onunla məktubda artıq yaxın olmuşuq. İlahi, bu 100% kömək eləyəcək. Jurnala yazılmaq lazım idi, Rudy. Hə, lazım idi. Buradan çıxanda mənim artıq hazır rəfiqəm olacaq. Sənsə dostum, buradan $3 avtobus pulu ilə çıxıb, barda sərxoşlarla vaxt öldürəcəksən. Dəqiq. Salam gözəlçə, əylənək? Yazışmaq lazım idi. Özünə indiyədək bir arvad tapardın. Nə bilim, mən öz Sidney'ə qayıtmaq istəyirəm. Milad süfrəsində əyləşmək istəyirəm. Öz yatağıma uzanmaq istəyirəm. Atamla futbola baxmaq istəyirəm. 6 ay gecə-gündüz yatmaq istəyirəm. Evə getmək istəyirəm. Əvvəl kimi. Kameralarda səsinizi kəsin! Dedim ki, sakit olun! Sevgiyle, eşli. Nöbənlə gitmeyin! Bu nədir belə? Bayram jelesi. Nə dadı verir? Yeyəndə biləcəksən. Deyim, qoy xəbərin olsun. Dostumla 2 gündən sonra buradan çıxırıq. Biz toyuq əti yeyəndə sən burada ayaq döyəcəksən. Burada bişən zibilin iynə dözməli olacaqsan. İndi hansımız azadıq? Niyə susursan? Hey, Alama, salam. Karserdən çıxmısan. Arıqlamısan, amma sənə yaraşır. Qulaq as, mənlik olmayıb. İnanmırsan? İnanmırsan, mənlik olmayıb. 2 gündə döz, gedək. Yadındadır, o qardaşı haqqında yazmışdı. Yük maşını sürür, deyirəm bəlkə mənə iş tapmaqda kömək elədi. Yeni mühafizədə işləyəcəksən? Yox, bununla qurtardıq. İşlə haqlıdır, elə iş lazımdır ki, maraqlı olsun. Nəsə bir biznes. Ah, bilirəm o biznes nədir. Tez olun! Yemeğinizi yiyin, söhbət eləmeyin! Maşın oğurluğunu hələ ki biznes hesab eləyən olmuyor. Təcrübəli maşın oğursu da yaxşı xasiyyətnamə deyil. Ah, elədir. Mən boss olmaq istəyirəm, aydındır? İstəyirəm öz işçilərim olsun. İlahi, bu nə murdarlıqdır? Həşərat. Jeledə həşərat var. Həşərat var jeledə. Tarakandır, zub. Zülaldır, cana xeyri var. Həşərat. Həşəratlar. Həşəratlar. Yaxşı, bəsdir görək.
Bu jelede həşəratlar var. Sakit olun orada. Oturun yerinize. Həşərat. Sakit, hamı yerində otursun. Bu nə eməkdir, əclaflar? Qulaq as, bəsdir. Sakit olun. Oturun, oturun. Mən bunu Həşəratlar. yeməyəcəm. Cehennem ol. Sən qarışma, Rudi. Sən qarışma, qarışma sən. Bu nə deməkdir? Əstirin, Hamı otursun yerinə. haqsızlığa son qoyun. Sən qarışma, qarışma. Bestirin, kurtarın. İlahi. Bu nə deməkdir? İlahi. Mühafize. Nə olub axı burada? Rudi, bıçaq. Nik! Nik! İlahi, mən onu bir də görməyəcəm. Rudi, mən eşlini görməyəcəm. Yok! Biraz döz Nik'i. Muhafize kömək eləyin! Kömək eləyin! Mən onunla görüşməyəcəm. Muhafize bura gelin! İlahi! Nik!